sonuncu bölmədən suallarınızı. Solmaz de gəlsin qızım. Başla. Ben bu bölmeden sualım yoktu. Görüşün. Məncə də bu bölmədən çox insan sualı olmaz. Varsa da deyin. Utanmayın, çəkinməyin. Öz aramızdır. Baxasıyıq. 19. 19. Bəli. Tamam. Bir dənə bir şey deyim. Elə A da 1'dir. B de 1'dir. Kvadratlar cəmi də 2'dir. Getir burada yerdən qoy. 1 üstə gəl 6 üstə gəl 1 bərabərdir. Bu da 8 eləyir. Heç uzatmağa dəyməz. Yaxşı. Bəli, başa düşdüm. Deməli belə. Deyin suallarınızı. Deyin gəlsin. Ayşə xanım sualınız varsa deyin. Uşaqlar varsa dürüst olun. Baxın bu suallar baxmışdıq da bunlara o biri bölmədən bu tipdən suallara. Yəni sualınız varsa yenə də verin. Misal üçün 20 nömrəli sual. Yazmısınız 20-ni. Ha, üstündə. Heç kimin sualı yoxdur ki. Ədalət yoxdur ki. O kameralar niyə bağlıdır bala? Aç o kameranı. Ədalət. Aybikə, aç kameranı. Əli açın. Fidan sən də, Nurcan sən də açın kameranızı. Amma nəsə bu günlər uşaqlarınız çox azdır. Bu qədər uşaq deyildiniz axı. Yaxşı. Yaxşı neysə, yoxdur da sualınızdan ağarım. Deməli belə, keçək rasional kəsirlərə. Yazın dəftərinizə rasional kəsirlər, amma qayda keçməyəsik, misallar işləyəsik mənimlə birlikdə hamısını, bütün tip misalları mənlə işləyəcəksiniz. Deməli uşaqlar, ilk öncə belə bir məlumat verim sizə. Rasional kəsirləri hesablamaq üçün əslində siz adi kəsirlərdən bütün əməlləri öyrənmisiniz. Yəni rasional kəsirləri sadələşdir, ixtisar elə, qiymətini tap, hesabla kimi suallar verilsə, siz nə etməlisiniz? Vuruqlara ayırmaq mümkündürsə, vuruqlara ayırmalısınız. Ortaq vuruğu mötərizə xaricine çıxarmaq mümkündürsə, çıxarmalısınız. Müxtəsər varsa tətbiq eləməlisiniz. İxtisarlar gedib cavab qalır. Kəsirlərin toplanıb çıxılması da orta məxrəcə gətirməkdir da. Yəni da başqa nə ola bilər ki, kəsirləri toplayıb çıxmalı. Sadəcə indi misal nümunələri üzərində bütün tiplərə baxacağıq. Uşaqlar, nömrələri deyirəm, birlikdə baxırıq. Deməli, 1, 4, 6, 9, 12, 13, 15, siz də 11 illikdən qeyd eləyin tez. 19, 21, 25, 29 və son olaraq 32. Hə, bir də 36 çox qəşəng sualdır, imtahan sualıdır. Deməli belə. İndi mən bir-bir ad çəkəcəm uşaqlarla. Bir-birin hamınızla izah eləyəsik. Sadəcə siz, yəni kitabı olanlar nömrələri dedim də tez-tez yazın. Bilirsiniz onsuz əksəriyyətiniz bu bölməni. Elə deyilmi? Bu bölməni bilənlər əl qaldırsın. Yəni bilim ki, həqiqətən bilirsiniz də. Əlləri qaldırın. Kəsirlərin ixtisarı filandır. Qəşəng. Yaxşı. Nuran sənlə başlayaq. Nuran səsini kameranı aç qızım. Nuranım sesini. Hə. Nuran birinci sual. Bax suala. Nə etmək olar? Nə düşünürsən qızım? Birincisi müəllim, kvadratın açılışı müəllim bu. Yuxarı heç nəyin açılışı deyil. Amma aşağıda Nuran ortaq vuruq var. A'dan neçə dənəni ortaq vuruq kimi mötərizə xaricinə çıxarda bilərsən? A'dan neçə dənə ortaqdır? 3 dənə müəllim, yoxsa bir dənə? 3 dənə qızım, 6 dənə bunda var, 3 dənə bunda var. Üçünü ortaq vuruq kimi mötərizə xaricinə çıxarda bilərsən. Mələk, xoş gəlirsən. Bizim A'nın kubunu çıxartdıq. Bir dənə səsini bağla. İndi səsini bağla, balaca xışıltı verir Nurun. Deməli belə. Uşaqlar, A'nın kubu hər ikisində ortaqdır. Çıxartdım. 6 dənə A'dan geriyə 3'ü qalır. A kub B kubdan da geriyə sadəcə B kub qalır.
Yuxarı isə olduğu kimi, yəni a kvadrat üstəgəl ab üstəgəl b kvadrat. Bundan işim yoxdur. İndi baxın. Yuxarıdan yenə işim yoxdur. Yuxarı olduğu kimi qalır a kvadrat üstəgəl ab üstəgəl b kvadrat. Aşağı isə a kub vurulsun. Nuran, kublar fərqinin açılışı. Bir dəfə a minus b, bir dəfə a-nın kvadratı üstəgəl ab üstəgəl b-nin kvadratı. Bu da məxrəclə ixtisar gedir. Sürətdə bir dənə qalır 1, məxrəcdə qalır a kubu vurulsun a minus b və cavab bundan ibarətdir. Y bəndi. Başa düşürük uşaqlar. Aydındırmı? Jailəm aydındır? Bəli, müəllim. Tamamdır. Bunu silirəm. Gəlin davam edək. Deməli belə. Yəni siz bilənlər tez-tez verdiyim nömrələri yazsın və sizin hər birinizdən bir suala baxırıq. Aybikə, qızım, aç səsini. Aybikə, qızım, yuxarı bir müxtəsərdir. Aybikə, haradasın sən? Buradayam mən. Pəncərə falan açıq deyil. Nə müəllim? Pəncərə falan açıq deyil deyirəm. Yox. Tamam, balaca səs gəlir, elə bir maşın səsi. Deməli belə, yaxşı. Qızım, məxrəcdə ortaq vuruq nədir? Aybikə, nəyi çıxarda bilərik? Hər ikisi nəyə bölünür? 5 almam. Bəli, 5-i çıxardacaqsan, qalacaq 2 üstəgəl x. Yuxarıda da 4-ə baxarsan 2-nin kvadratı kimi a minus b, a plus b. Pilusu ixtisar gedir, yuxarıda minusu qalır və bu da cavabdır. Yaxşı uşaqlar, keçən ilin buraxılış sualı, düşmüşdü belə bir sual. Sileyim bunu. Tamam, bağla sesini qızım. Deməli, gəlin davam edək. Solmaz, sesini aç qızım. Solmaz hərdəsən? Buradayım mən. Tamam, qızım, 6 nömrəli sual. Nə edərik? De gör mənə. Orada a üstü 9-u a üstü 3-ün üstü 3 kimi çıxılsın 1-in kubu kimi göstəririk. Qəşəng. Məxrəci isə olduğu kimi qalır. Məxrəclə işi yoxdur. Bəli, yuxarıdan açmasın deyildi. Aha, yuxarıda olur a kubu çıxılsın 1. Qəşəng. Sonra isə Sonra a kubunun kvadratı. bu da üçgen 6 edir. Aha, elə də yazın, promo yazırıq. Sonra a üstü 3 vurulsun 1, o da a üstü 3 edir. Üstə gəlinsin 1. Ay, sol. Aşağı ilə ixtisar gedir. Əla, məxrəclə də ixtisar gedir. Bir dənə yuxarıda a kub çıxılsın 1 qaldı. Və cavab da bundan ibarətdir. A bəndi. Yaxşı uşaqlar, bildik. Davam edək. Bunu silirəm. Yazdınız da yəqin ki. Bütün tiplərə məndən baxın ki, sonra evdə probleminiz olmasın. Deməli belə. İndi bizə desin Jalecim. Jale 9 nömrəli sual. Nə edərik? Bir dəqiqə müəllim, indi gördüm bunu. Aha, yuxarıda ortaq vuruq nədir? Nəyi çıxardarsan? 5-i çıxardırıq. Mənfi 5-i. Mənfi 5-i çıxardırıq. Qalır x minus 2. Tamam. Bəs məxrəc nəyin açılışıdır qızım? Açıq 2. Ay, mən niyə yuxarı x yazmışam bu adı? A çıxılsın 2-nin kvadratı. Deməli belə. Uşaqlar, a minus 2-lərin biri ixtisar getsə də aşağıda kvadratı idi deyə biri qalacaq. Yuxarıda da mənfi 5 qalacaq. Əslində cavab budur. Sadəcə variantlara baxsaz belə bir cavab yoxdur. Deyəsən məxrəcin yerini dəyişiblər. Qabağa mənfi atıblar, 2 minus a eləyiblər. Yuxarıdakı mənfi ilə ixtisar eləyiblər də mənfiləri. 5 bölünsün, 2 minus a cavabdır. Yaxşı. Başa düşdü? Mən burada suallar deyim də, yazmaq yadımdan çıxdı. Hə, tamam. Bircə dəqiqə. Silin bunu uşaqlar. Getdik. Ədalət, sıra səndə daha. Deməli belə, 12, 13, 15, 19, 21, 25, 29, 32, 36. Deməli belə, Ədalət bəy, yuxarıda neyin açmasıdır? İkincisini de istemem ben. Hə, bu neyin açmasıdır? O mörtəzə kubu, Deməli, A üstə yəni gəl belə 3-ün olacaq kubu. da.
A üstə gəlsin 3-ün mərtəzə kubu, aşağıdakı isə deyim də A üstə gəlsin 3-ün mərtəzə kvadratı. Cavab da A üstə gəlsin 3. Ay sol, ikisi ixtisar gedir, biri yuxarıda qalır. Dən görə gələn kimdir? Ayazdır. Ayaz, xoş gəlmisən. Hoş geldin Ümidəs. Zamanınız xeyir. Yaxşı olasan, hər vaxtın xeyir olsun. Deməli, belə Ayaz tayların imtahandadır. Bir həftə sonra sən də gedirsən. İnşallah mənim. Xeyirli uğurlu olsun, inşallah yaxşı olar. Deməli belə, uşaqlar bunu da silirəm, gəlin davam edək. Tünzələciyim 13 nömrəli sual. Hamıdan soruşacağam sualları. Tünzələciyim 13 nömrəli sual. Deməli, nə edərik qızım? Birinci sürətin diskriminantını tapa bilərik. Olar əslində, amma uzatmadan məncə o qədər. 15-i parçalayıb ortaq vuruq çıxardaq. Bəli, dedik axı tək sayda olanda parçalama üsulu ilə tapacağıq. Məxrəc 25x-in kvadratı çıxılsın 1-dir da. Məxrəcə baxarsınız, 5x-in kvadratı çıxılsın 1-in kvadratı kimi. Yuxarıda da mənfi 15-i 5 çıxılsın 10 kimi, mənfi 5 çıxılsın 10 kimi yazmaq olar da, elə deyilmi? Yuxarını yazıram 25x-in kvadratı çıxılsın 5x çıxılsın 10x üstəgəl 2. Yuxarıda. Elə yuxarıya baxmayaq. Aşağı a minus b, a plus b'dir. Yəni Aşın xanım 5x çıxılsın 1, 5x plus 1, a minus b, a plus b. Müxtəsərləri əzbər bilin. Yuxarıda 5x ortaq vuruqdur. 5x-i çıxartsam qalır 5x minus 1. Bir də 5x çıx 2. Ay sağ ol. Buradan da mənfi 2-ni çıxartsam qalır yenə 5x minus 1. Yuxarıda 5x minus 1-lər ortaq vuruqdur. 5x minus 1-i ortaq vuruq kimi mötərizə xaricine çıxartsam bundan bunu. Yerində qalır 5x çıxılsın 2. Məxrəc isə 5x minus 1 vur 5x plus 1-dir. Baxın, diqqətli olun, qaçırmayın nəysə. Füsü, qalan cavab budur. Bu cavabdır. 5x çıx 2 böl 5x plus 1. Y bənd. Uşaqlar, başa düşdük. Kameraları açın. Kameraları açın. Bu nə deməkdir? Açın kameralarınızı. Açın kameralarınızı. Açın. Açın kameralarınızı. Nurcan, Fidan, Ayaz. Açın kameralarınızı. Всё. Deməli belə. İndi gəlin davam edək. Bu suala baxırıq. Kimlə bir dənə qurban seçək aramızdan. Deməli, Əli bəy 15 nömrəli suala baxırıq. 15 nömrəli sual haqqında nə düşünürsən Əli? Heç səsini. Bugün sənin mamana sənin haqqında məlumat verəcəm. Hoşdur. De görüm, necə yazmaq olar? Aşağı. Gözü qorxunc görünür elə. Amma əslində çox asan sualdır. Solmaz nədir cavabdır? Müəllim, orada elə məxrəcdəki x çıx 2 ilə 2 çıxılsın, x ixtisar eləyə bilərik də, toplayanda gedir. Bəli. Çünki bunlar əks ədədlərdir. Biri x minus 2-dir, biri 2 minus x-dir. Əks ədədlərin cəmi həmişə sıfırdır. At getsin. Bunun bir mənası yoxdur. Yuxarı qalır x üstü 8 çıx 1, aşağı qalır x üstü 4 plus 1. Yəni orada x üstü 8-i x-in üstü 4-ün kvadratı kimi yazırıq. Aha. Bir də çıxılsın 1-in kvadratı. Oradan da üstüdən əlacaq.
4 çıx 1. Bir dəfə də x üstü 4 plus 1. Aşağıda da x üstü 4 plus 1. Bunlar da xoşbəxt olur. Cavab x üstü 4 çıx 1 qalır. Keçən də sizə çox ədləni çox ədliyə bölməyi öyrətmişdim ha. Bunu belə də yazmaq olar. Elə bil x üstü 8-i x üstü 4-ə bölürsüz. X üstü 4 qalır. Mənfi 1-i də 1-ə bölürsüz. Yenə də mənfi 1 qalır. Əslində belə də baxmaq olar. Vurğuları ayırmadan. Amma ki, əsl üsulu vurğuları ayırmaqdır. Deməli belə. Bunu silirəm. Ən vacib tip suallardan biridir. Nurcan, ey Nurcan. 19 nömrəli sual. Kamera səs. Aç görüm. Nurcan, səni gözləyirəm. Nurcan, buradasan? Qoy mamasına zəng eləyim, onun görüm hardadır. Bircə də gözləyin. Nurcan'ın maması. Nurcan'ın desin interneti gedib. Ben indi geldim. Hardaydın Ben sen? de dediniz. Hardaydın sen? Yok ederim internet indi geldi. Ha, yaxşı. 19 nömrəli sual. De görüm 19-u necə yazırıq? Üstlerden hansı kişidirsə onu çıxardırıq. Deməli baxın. Yuxarıda A üstü 2n'ləri çıxardıram. A üstü 2'ni çıxardıram. A üstü 2 qalır burada. Axı 2'nin üstə gəl 2'dir. 2'ni çıxardırsam 2 qalır. Bu bir tərəfdə heç nə qalmır deyə 1 qalır deyirik. Aşağıdan da A üstü 2'ləri çıxardıram. A üstü 2'ləri çıxardıram. A üstü 2 üstə gəlsin, 2 A üstə gəlsin, 1 qalır. Ay sağ ol. Şuralar 2'ləri ixtisar gedir. Yuxarıda A kvadrat çıx 1'i A minus 1, A plus 1 kimi yazırsınız. Aşağıdakı A plus 1'in kvadratı da Tamamilə onlar gedir, doğru. qalır A minus 1 bölünsün A Ay, plus 1. sağ ol. Yaxşı ki internetin getmişdi. Mamana özü yazmışdım ki Nurcan hardadır. Deməli belə. Uşaqlar başa düşürük də elə deyilmi? Keçək növbəti suala. Nəsə qaranlıq Ben məqam. ne dediniz bayağı? Eşitmedim, yine gitmiştim. Mamana yazmışdım ki bəs Nurcan hardadır. Yazmışdınız uje. Hə. Aa, Görürsən bir saniyənin içində. Deməli belə. Amma mamana təxət düşdü. Elə bildim ki internet gedibdi. Yaxşı. Deməli belə. İndi baxırıq kimdən. Ayşən xanım, eşidirsiniz məni? Bəli, eşidirəm. Tamam. Baxaq. 21 nömrəli sualda yuxarıda ortaq vuruq nədir? Hər ikisində nə var? AB. A minus B. AB deməyək, A minus B. Bəli. Birinci halda kvadratda deyə A minus B-nin 1'ini götürsəz, biri yenə yerində qalacaq. İkinci halda A minus B-ni götürəndə yerində plus 5 qalır. Aşağıda da Ayşən xanım, baxın. A kvadrat üstə gəl 10A üstə gəl 25 bir müxtəsər açılışıdır. Yəni A plus 5'in kvadratıdır. Çıxılsın B kvadratda misalın davamıdır. Məxrəcə yenə kvadratlar fərqi kimi baxırsınız. Bir dəfə A plus 5'dən çıxırsınız B-ni. Bir dəfə də A plus 5'in üstünə gəlirsiniz B-ni. Yuxarısı olduğu kimi qalır. Və ixtisar gedənə, qalan-qalana cavabdır. Baxın, bununla bu ixtisar gedir. Yuxarıda qalır A minus B, aşağıda qalır A üstə gəl, B üstə gəl 5. Başa düşürük. Aydındır? Bəli. Tamamdır. Bunu silirəm. Gəlin davam edək. Gəldik, çatdıq 25 nömrəli suala. Ey Fidan. Hərdəsən? İç sesini görüm. Fidan gizim. De görüm 25'i izah elə. Qəşəng izah elə. Gözləyirəm. Aşağına kökləri mənfi 2 və müsbət 1 olduğuna görə x plus 2, x minus 1 olaraq yazılır. Yuxarıda da deyir x 1-dən böyükdür, onda modulun 2 mənfi olmaz, x minus 1-ə çevrilir onda. X minus 1 ilə ixtisar gedir, qalır x bölünsün x plus 2. Əla. Tamamilə doğrudur. Uşaqlar,
Baxın, məxrəcə bir dənə fikir verin, vurğulara ayırmaq lazımdır. Vuranda -2, toplayanda -1. Əlbəttə ki, bu -2 ilə müsbət 1-dir da. Deməli, onda vurğulara ayıranda işarəsi dönür deyə yazırsınız x üstəgəl 2, bir də x minus 1. Yuxarıda isə sizə x-i 1-dən böyük verib. Xəyalınızda fikirləşirsiniz. Bu x-in 1-dən böyük olması yalnız modula maraqlıdır. Çünki yerinə qoyanda modulun içi müsbət eləyirsə özü çıxır, mənfi eləyirsə əksi çıxır. Hansı ki burada mənfi eləyir, çünki x 1-dən böyükdür. Məsəl üçün 5 qoysam 1-dən 5 çıxanda mənfi qalır. Axı, mənfidirsə aybikə əksini çıxardırsan. Olur x vurulsun x minus 1 bölünsün x minus 1 vurulsun x plus 2. X minus 1'lər xoşbəxt olur. Yeriyə qalan x bölünsün x üstəgəl 2'dir. Başa düşürük. Aydındır bizə. Davam eləyək. Всё. Silirəm bunu. Baxın, bu imtahan sualıdır. Ehtiyatlı olun. Silirəm bunu. Davam edək. Deməli belə. Baxırıq buradan 29 nömrəli sualı. Bunu birbaşa mən izah eləyirəm. Bilirəm, bilənlər onsuz yazıb. 29'u tapanlar var aranızda. Deyin. Cavab nədir 29'da? B variantı. B. Baxın, görün düzdür. Yaxşı. Deməli belə. Gəlin izahı mən verim. Uşaqlar, yuxarıda A üstü 33 var ha. O A üstü 33'ü A üstü 11'in Başta 11 üstü 3, bir de 1'in üstü 3 yazılır. Aysıl. Məxrəci isə olduğu kimi qalır. A üstü 11 çıxılsın. Amma çıxardaq da A üstü 11'i. 11 dənə A-nı çıxardaq. 11 dənə A-nı çıxartsam ortaq vuruq kimi mötərizə xaricine qalır. 1 çıxılsın. A üstü 22 dənədən 11 dənə çıxardanda yenə 11 qalır. 33 dənədən 11 dənə çıxardanda 22 dənə qalırdı. Elə deyilmi? Hamısından 11 dənə A-nı çıxartdınız. Yuxarı kublar cəmidir. Bir dəfə A plus B, yəni A üstü 11 üstəgəl 1. Bir dəfə A üstü 11'in kvadratı. 11'i 2'ye vuranda 22 eləyir. Çıxılsın hasil A üstü 11 üstəgəl 1'in kvadratı. Bölünsün A üstü 11. 1 çıxılsın A üstü 11 üstəgəl A üstü 22. Uşaqlar, bunlar onsuz ixtisar gedir. Yuxarıda qalır A üstü 11 üstəgəl 1 böl A üstü 11. Nəsə aydın olmadısa deyin. Sileyim bunu. Ədalət bildik. Bəli, məmə. Tamam, getdik. Son 2 sual. Deməli belə. Uşaqlar, deyin görək. 32'də nə tapmısınız? Cavab nədir? 5. Başqa? Kim tapıb deyin görək. Yuxarıda 9 ortaq vuruqdur. Çıxartsam qalır M üstəgəl 2. Aşağıda vuranda 10, toplayanda -7. Köklər nədir uşaqlar? -5, -2. -5 ilə -2. Bəli, vuranda müsbət 10 eləyir, toplayanda bəli -7 eləyir. Onda bu olur M üstəgəl 5 ilə M üstəgəl 2. Uşaqlar, bir dənə bir şey deyim, sonra keçək ixtisarı. M əsla nə -5 ola bilməz, nə də -2 ola bilməz. Çünki olanda məxrəc sıfıra çevrilir və kəsirin mənası olmaz əgər elə olsa. Neyse, indi gedək ixtisara. Bunlar ixtisar gedir. Qalır 9 bölünsün M üstəgəl 5. İndi sizə deyir ki, M-in neçə tam qiymətində bu kəsirin qiyməti tam ədəddir. Uşaqlar, biz bilirik ki 9'un M plus 5'e bölünməsi üçün 9'un bölənləri olmalıdır. 1, 3, 9. Bu -1, -3, -9 da ola bilər. Elə deyilmi? Normalda cavab 6 dənədir. Sadəcə, indi misal üçün mən burada M plus 5 bərabərdir 1 desəm, M-i tapıram -4. M plus 5 bərabərdir -1 desəm, M-i tapıram buradan -6.
Sonra m plus 5 bərabərdir 3 desəm, m-i tapıram -2. Axı dedik m əsla -2 olmaz, bunu götürmürük. Deməli, m üstə gəl 5 bərabərdir -3 olsa, m-i tapıram buradan -8. Daha sonra m üstə gəl 5 bərabərdir 9 desəm, m-i tapıram 4. M üstə gəl 5 bərabərdir. Deməli, -9 desəm, buradan da m-i tapıram -14. Yəni uşaqlar, bir dənə 5 ilə -5 ilə -2 olmaz. Bir dənə burada -2 alınır deyə onu götürmürsünüz. Qalanlar cavabdır. 1, 2, 3, 4, 5 dənə. 5 dənəymiş. Başa düşdük, sadəcə 1-i yerinə qoyanda ödəmir axı. Məxrəci 0-a çevirir. Məxrəc əsla 0 olmaz. Ona görə götürməmək lazımdır. Başa düşdük bunu. Baxın, düşür imtahana. Gedir uşaq 6 dənə yazır və cavab səhvə çıxır. Səbəb çünki yerinə qoyanda məxrəc 0 eləyir. Davam edək. Jalem aydındır? Bəli, müəllim. Tamam. Gəlin sonuncu sualımıza baxaq buradan. Qoçaqlar, deyin görüm 36-nı tapan var aranızda? Mən tapmışam 5. 5. Başqa? Kim tapıb? Mən də 5 tapmışam. Qəşəng. Başqa? Kim tapıb? Kim tapıb başqa? Deyin görək. Orada da 8 olur. Qəşəng. Əla. Uşaqlar, baxın, deyir ki, P-nin hansı müsbət qiymətində bunun mənası yoxdur. Bu nədir görəsən ki, bunun mənası yoxdur? Biz bir dənə kəsrin mənası nə vaxt olmaz bilirik ki, Məxrəc 0 olanda. Bir də kökü bilirik, mənası o vaxt olmur ki, məxrəci mənfi olan, daha doğrusu köküncü mənfi olanda, kökləri ələ keçməmişik deyə, çox da oradan deyinmirəm. Nəysə, yəni bu hallarda bilirik də, məna nə vaxt olmur. Bu nədir ki, mən bunu bilməyəm? Uşaqlar, ədədin mənfi üstü qüvvəti kəsir deməkdir da. Bu 1 bölünsün. Kəsirin məxrəci 0 olur. Ay, sağ ol. Nə vaxt bunun mənası olmaz? Məxrəci 0 olanda. Buna görə buradan tapırıq ki, p kvadrat 25-dirsə, p də müsbət mənfi 5-dir. Sadəcə indi müsbətin soruşur deyə müsbət 5-i seçirsən. Tamam, başa düşdük. Əli aydındır. Tamamdır. Bunu silirəm. Gəlin davam edək. Uşaqlar, indi o biri bölmədən suallar deyirəm, baxırsınız. Deməli, 1, 2, elə 3, 5, 9, 11, 15, 18, 22, 'Vsyo, buradan heç çox sual verməyəcəm sizə. Deməli belə, yaxşı uşaqlar, indi 5 dəqiqə gözləyirəm, özünüz sərbəst baxın. Sonra birlikdə yenə bayaqki kimi bir-bir sualları izah eləyək. Hadi bakalım, 5 dəqiqə özünüz sərbəst baxın. Mən də 5 dəqiqə dincəlim, başlayaq. Deməli, bir nömrəli sualı başlayırıq. Görək o şanslı kişi kimdir? Kim başlamaq istəyir? Kim bismillah? D bəndi. Hansı bənd? D. Y bəndi. Y bəndi. Y bəndi. Y var ya. Y bəndi. Yaxşı. Gəlin mən izah edirəm, siz dinləyin. Uşaqlar, bizə deməli, biz daş devrindən bizə məlumdur ki, birinci mötərizə varsa, mötərizənin içi hesablanmalıdır. Yəni, sən orta məxrəcə gətirməlisən. Birinci kəsirin məxrəci x-2, ikinci kəsirin məxrəci x+2-dirsə, orta məxrəc ilə bu məxrəclərin hasilidir. x-2-ni vurursan x+2-yə. Birinci kəsirin məxrəcini x+2-yə vurduğuna görə yuxarını da vurursan x+2-yə, 3 vurulsun x+2. Minus, ikincini də 3'ü vurursan x-2-yə. Kimdə nə yoxdursa ona vururuq da. Deməli belə, x+2, x kvadrat çıxılsın 4-ə də x-2, x+2 kimi baxsaq,
Birinci kəsirin məxrəci ilə ikinci kəsirin sürəti ixtisar gedəcək. Və məxrəcdə x plus 2 qalır. Yuxarını isə vurub açırıq. Olur 3x üstəgəl 6, çıxılsın 3x üstəgəl 6. Bunlar islah gedir. 12 bölünsün, x üstəgəl 2. Bəli, cavab buydu. Uşaqlar, silirəm, davam edək. Nuran, başa düşürsən qızım? Bəli, müəlliməm. Düzüydü, yaxşı, qəşəng. 2-də nədir cavab? Deyin uşaqlar, 2-də nədir cavab? 2-də nədir cavab? Ay, mənim internetim getdi deyəsən. Səsim gəlir. Deyir. Gəlir, yaxşı. Deyin görüm, 2-də nə idi cavab deyin? D var indi. D D bəndi. 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 D bəndi. Uşaqlar, bu 1 çıxılsın 1 bölü a kvadratı. A minus B, A plus B kimi yaza bilərik də. 1-in kvadratı çıx, A da 1-in kvadratı. 1 çıx, A da 1, 1 üstəgəl A da 1 şəklində. Bölünsün misalın davamı. 1 üstəgəl A da 1. Böləndə ixtisar gedir, xoşbəxt olur. Bizim cavabımız 1 çıxılsın, A da 1 qalır. Bu biri də məxrəcə vurub sürətə qaldırsam, Ayşən xanım, A minus 1 qalır. Yəni biri A-ya vurub çıx dediyinə görə sürətə çıxırsan. Bəli, cavab D bəndi idi. Davam edək uşaqlar. Jaləm düz yazmışdıq da. Bəli, müəllim. Tamam, silirəm bunu, davam edək. Deməli belə. İndi deyin gəlsin. 5 nömrə, 5-dən qabaq var? Hə, var. 3-də nədir cavab? Y. Y, Y. C. C. C, C. C olacaq məncə. C olar. Çünki işarət dəyişməyəcək ki orada. Birinci mötərizənin içini hesablayırsınız. Orta məxrəc XY hasilidir. Birinci kəsirin məxrəcin Y-ə vurduğuma görə sürətində vururam. İkinci kəsirin məxrəcin X-ə vurduğuma görə sürətində vururam. Vurulsun M bərabərdir 1-ə. Uşaqlar, biz bu M-i tapmaq üçün hər tərəfə əmsalına bölməliyik. İndi biri də Y üstəgəl X böl XY-ə böləndə bölmə vurmaya çevrilir, kəsir tərsə çevrilir. Bu M-dir ha, mən səhvən X yazmışam bura. Bunu M eləyək. Deməli, bu XY bölünsün, X plus Y şəklində qalır. Y tapan kim idi aranızda? Mən elə bildim 5-i soruşursunuz, 5-in cavabını deyirdim. Hə, yox, 3-də cavab bəli C-dir. Hə, 3-də C tapmışam. Düzdür, qəşəng. Tünzəliciğim düz yazmışıq da. Ben Tamam. Nə olub sən bu günlər biraz elə bil solğunsan? Ya yuxudan oyanmamısan elə? oyanmışım yani. Bana hiç ne olmuyor. Elə, nəsə açıq sürətsən axı. Görmək istəmirəm. Kiminsə üzünü açıq sürət görmək istəmirəm. Gül görüm. Hə, istəyirəm. Deməli belə 5-də nə tapmısınız uşaqlar? O kameralar dəstbədəst bağlanıb ha yenə. Açın kameralarınızı. 55-də nə tapmısınız? Yedim. Y. Deməli, misalımız nədən ibarətdir? Gəlin, baxaq. Deməli, A vurulsun. Bunun asan yolu olmalıdır, sadə üsulla. Yəni, bir-bir hamısını onsuz orta məxrəcə gətirib hesablamaq olur əslində. Sadəcə asanlıq naminə nəsə bir şey eləyə bilərik. Kim izah eləyər? Kim izah eləyər görəsən? Heç kim də o izah eləyər. Müəllim, orada çanı tək-tək içəri vurmaq olar, sonra da bölək. Vurmaq olar, düz deyirsən. Amma vurmaqdansa məncə çıxardaq. İkinci mötərəzədən hər tərəfdən A-nın birini çıxartsaq, qabağa atsaq. Bizim misalımız A vurulsun. A bölünsün A minus 2, üstəgəl 1, bölünsün A vurulsun, 1 üstəgəl A bölünsün 2 minus A şəklində qalacaq. Yəni A-ların birini çıxartdım da. A-lar indi bölmə olduğuna görə ixtisar gedir. Bizim misalımız qalır. A bölünsün A minus 2, üstəgəl 1, o biri də məxrəcə vurub sürətə qaldırsam, bölünsün. Bu biri tərəfdə də məxrəc olduğu kimi qalır. Biri məxrəcə vurub sürətə qaldırsam.
Deməli, A-ların islah gedir. Yuxarıda A üstə A gələndə 2A çıxılsın 2 bölünsün A-2 bölünsün 2 minus A-da 2. Deməli uşaqlar, yuxarıdan 2-ni ortaq vuruq kimi mötərizə xərcini çıxardıram. Qalır A-1 bölünsün A-2. Bölməyin də qaydası vurmaya çevirmək. Kəsir tərsə çevrilir. 2 minusa böl 2. 2-lər ixtisar gedir. 2-lər ixtisar gedir. Uşaqlar, bu A-2-dir, bu 2 minus A-dır. Əks ədədlər ixtisar gedəndə nə qalır həmişə? -1. -1. Və cavabda da A-1 var bir dənə. -1-i də A-1-ə vuranda tərsinə çevrilir, olur 1 minusa. Bəli, cavab düz demişdir, C bəndə idi. Deməli belə, davam edək uşaqlar. Bunu silirəm. Bunlar hesab əməlləridir. Diqqətli, təmkinli olun. Hesabda səhv bağışlanılmazdır. Hesabda səhv elədisə, vay halınıza. Çünki hər şey buradan irəli gəlir. Hesabda səhv oldusa boş-boşuna irəliləməyin mənası qalmır da. Uşaqlar, 9 nömrəli sual. Nə tapmısınız? Hansı variantdır? A. A. A variant. A bəndi. Ədalət, ədədin üstündə -1 nə deməkdir? Yəni məxrəcə gedəcəkdir o. Bəli, 1 bölən misal üçün. Ayşən xanım, baxın indi burada n-nın üstündədir -1, burada isə m-nın üstündədir -1. Mən bunu yazıram, m vurulsun 1 bölünsün n, çıxılsın n vurulsun 1 bölünsün m. Üstə gəl, burada bütöv m plus n-in üstündədir deyə -1, üzdə plus deyir, o vurulsundur. Deməli, 1 bölünsün m plus n, vurulsun misalın davamı, yəni n bölünsün m çıxılsın n. Baxın bunlara. Deməli, uşaqlar, bizim misalımız n-də m, çıxılsın m-də n, vurulsun m plus n-də 1, vurulsun m minus n-də n. Birinci mötərizənin içini hesablayıram. Orta məxrəcə gətirirəm, bunu m-ə vururam, sürəti də vururam, bunu n-ə vururam, sürəti də vururam. Bu olur m-də m kvadrat çıx, n kvadrat. Vurulsun m plus 1-də 1, vurulsun m minus n-də deməli n. Uşaqlar, ixtisar gedənlərə fikir verin. N-lər ixtisar gedir. M kvadrat çıx, n kvadrat a minus b, a plus b-dir də. Plusu bundan ixtisar gedir, minusu da bundan. Heç nə, yuxarıda heç nə qalmadı. Aşağıda bir dənə m qaldı da, bu qaldı. Cavab bundan ibarətdir. Başa düşürük. Aydındır. Nuran başa düşürsən. Mələk başa düşürsən. Aydındır. Silim, gedək. Deməli belə. Ayaz deyin görək 11-də nə tapmısınız? A. 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 Nurcan, hardasan sən? Niyə səsin sorağın çıxmır? Buradayım mən. Nə tapmısan 11-də? A. Uşaqlar, birinci kəsiri orta məxrəcə gətirirəm. Bu A-dır, bu B-dir. Yəni, orta məxrəc AB hasilidir, bilirsiniz ki. Birinci məxrəci B-yə vururam, sürəti də vururam. İkinci məxrəci A-ya vururam, sürəti də vururam. Yuxarı olur B minus A. Vurulsun, 2B bölünsün. Məxrəc nəyin açması da müxtəsərdən? A minus B minus A minus B-nin kvadratı. Bəli. Uşaqlar, deməli belə. B-lər ixtisar gedir. Bu A minus B-nin kvadratına B minus A-nın kvadratı desəm, çünki əks ədədlərin kvadratı onsuz eyni ədəd olur da, müsbət olur. Bir dənə fikir verin buna. Bu A minus B-nin kvadratının yerinə mən B minus A-nın da kvadratı deyə bilərəm də. Çünki kvadrat olduğuna görə ha A minus B, ha B minus A fərqi yoxdur. İndi ixtisar gedir bunların biri. Biri məxrəcdə qalır B minus A şəklində. B-lərində biri ixtisar getdi. Məxrəcdə bir dənə A qaldı. Yuxarıda da bir dənə 2 qalıb. Bitdi. Bəli, cavab bundan ibarətdir. D bəndi. Dedi. Yox, A bəndi. Yaxşı, uşaqlar, başa düşdük? Aydındır? Davam edək.
Deməli belə, bunu silirəm. Gəlin baxaq. Hə, 15 nömrəsi. Kim tapıb desin el cavabı. 11'e kadar yazmış. Tamam, onda 5 dəqiqədə vaxt verirəm. Yeni yazın. Sonsuz deməli 3 sualdır da. On 15, 18, 22. Deyən bunlara baxın. Şansım olsun. Neyse. Ben bir tane tarih müellimi var idi. Hə, hansı? Şaman Qurbansoydu kimdi? Adı da yadımda değil. Onun qardaşlarını görmüsünüz. Tarix mi? Sənan müəllim demirsən? Qurban Bəli. soy. Hə, o. Hə. Afisant işdəsin. Yadımdadır. Deməli belə, çox qəşəng qarğışları var o müəllimin. Deməli belə, uşaqlar 15-də deyin görüm cavab nədir? Y var. Niye bəndi? Niye bendi? Y bəndi. D bəndi. Y bəndi. Yaxşı. D. D. Düz eşitdim. Ayaz D Bəli. deyirsən. Yaxşı. Uşaqlar amma Y deyir elə bu. Deməli belə, baxaq. Deməli uşaqlar, birin üstünə kəsir gələndə məxrəcə vurub sürətə qaldırırsınız. Və sizin misalınız 2BC-də 2BC üstəgəl B-nin kvadratı üstəgəl C-nin kvadratı çıxılsın A-nın kvadratı olur. Bölmənin də qaydası vurmaya çevirmək. Kəsir tərsə çevrilir. BC bölünsün B üstəgəl C çıxılsın A. Ayaz sən 2-ni yemisən ha. 2 məxrəcdə qalır axı. BC-lər ixtisar gedir, düzdür. Məxrəcdə bir dənə qalır 2 vurulsun. B üstəgəl C çıxılsın A. Yuxarıda da 2BC üstəgəl B kvadrat üstəgəl C kvadrat var ha. Baxın bu hissə. Bu hissə bir müxtəsər açılışıdır. Birincinin kvadratı, ikincinin kvadratı, hasilin 2 misli. Fikir verirsiniz. B üstəgəl C-nin kvadratıdır. B üstəgəl C-nin kvadratıdır. Çıxılsın A kvadrat isə ondan kənardır deyə kənarda da yazırıq. Yuxarı kvadratlar fərqi kimi açılır. Bir dəfə B plus C-dən çıxırıq A-nı. Bir dəfə B plus C-nin üstünə gəlirik A-nı. Və məxrəcdə də 2 vurulsun. B plus C minus A-mız var. İxtisar gedir və cavab B üstəgəl C üstəgəl A bölü 2-dir. Aybikə, başa düşə bilirsən qızım? Uşaqlar, silin bunu. Ayaz 2-ni yemisən. Nuş olsun. Nuş olsun. Uşaqlar, deyin görüm 18-də cavab nədir? D variant. D bəndi. D bəndi. D bəndi. Bəli. Yaxşı. Böyük ehtimalla ki doğru deyirsiniz. Gəlin bir də izahını məndən eşidin. Deməli belə, yəni bilməyənlər, bilənlər keçib o biri suallara baxsın. Növbəti bölməyə indi keçəcəyik. Uşaqlar, birinci bunu orta məxrəcə gətirirəm. Birinci kəsirin məxrəcini A-ya vururam. İkinci kəsirin məxrəcini C-yə vururam. Sürətini də vururam. Olur A kvadrat üstəgəl. Deməli C kvadrat. Bu çıxılsın 2-ni də, baxın çıxılsın 2 kimi yazsam, məxrəcə vurub sürətdən çıxmalıyam da 2-ni. Deməli, bu 2-ni məxrəcə vuranda 2AC eləyir deyə sürətdən çıxıram bunu. Vurulsun A minus C-də 1. Uşaqlar, fikir verirsiniz ki, Yuxarıdakı A minus C'nin kvadratıdır. Ay, sağ ol, A minus C-nin kvadratıdır. Aşağıda da CA-dır. Sonra, deməli, A minus C-lərin biri xoşbəxt olur, ixtisar gedir. Yuxarıda kvadrat var deyə biri qalır yenidən. Aşağıda da CA. Cavab. Uşaqlar, davam eləyək. Aydındır da. Sonuncu suala da baxaq. Bu tapşırıqları deyim ki, 3-cü bölməyə. Deməli belə, 22 nömrəli sual. Son dəqiqələr, 11-lər çıxırıq.
C variantı. C, Y variantı. Y. Y, Y var. Y, Y variantı. Y bəndi, qəşəng. Uşaqlar, belə böyük kəsrlərdə, yəni görürsüz ki, bu kəsr, böyük kəsrin sürətində də fərqli əməl var, məxrəcində də fərqli əməl var. Onda sürət məxrəci ayrılıqda hesablayın. Məsəl üçün bu 1 üstəgəl, 1 üstəgəl. M bölünsün N-i hesablayanda biri məxrəcə vurub sürətə qaldırırsan və olur N-də M plus N. Biri məxrəcə vurdum, sürətin üstünə əlavə elədim. Topla dediyinə görə. Bu sürətin qiymətidir. Sürətin qiymətinə bunu yazasıyıq. Sonra məxrəci hesablayaq ayrılıqda. 2n üstəgəl m kvadrat üstəgəl n kvadrat bölünsün m-dir da. Burada 2-ni məxrəcə vurub sürətə qaldırsam 2m-in üstəgəl m kvadrat üstəgəl n kvadrat. Uşaqlar, bu da nəyin açmasıdır sürət? Deyin görək. M plus N kvadratı. Ay, sağ ol. M plus N-in kvadratı bölünsün M qaldı. Uşaqlar, bizim böyük kəsrimiz var. Baxın bu. Bunun sürətinin qiyməti M üstəgəl N bölünsün N oldu. İndi biz bunu bölməliyik. Bu böyük kəsr bölmək deməkdir də. Bölməliyik məxrəcin qiymətinə, yəni buna. Yəni M üstəgəl N kvadrat bölünsün M-ə bölməliyik. Bölmənin qaydası vurmaya çevirmək, kəsir tərsə çevrilir və prosesdə belə yekunlaşır. Deməli belə. M plus N-lərə bir ixtisar gedir. Qalır N vurulsun, M üstəgəl N. Yuxarıda da M. Bunu da məxrəcə vurub açır ki, çünki cavabda belədir. M-in üstəgəl N kvadratda M. Bircə dəqiqə görüm yazanımız kimdir? Heç hələ çıxmayıblar. Deməli belə, yaxşı. Uşaqlar, sileyim bunu. Bildik də elə deyilmi? Tünzaleciyim düz tapmışdıq da. Jalə, Əli. Bəli, mənim. Tamamdır. Uşaqlar, bir də ev tapşırıqlarınızı deyim, amma hamısını verməyəcəm belə baxanda. Birinci bölməni, düzdür, hamısını verirəm. Birinci bölmə 37-yə qədər. Xüsusilə bu açıq suallar imtahan sualıdır, biləsiz. 37-yə qədər birinci bölmədən. İkinci bölmədən isə deməli yazırsınız hara qədər? 26-ya qədər hamısı? 26-ya qədər hamısı? Amma qəbula gedənlər hamısını yazın. 41 dənəcik sualdır da. 29, 30, qəbula gedənlər hamısını yazsın. Amma buraxılışa düşməyəcəkdir. Bu sual gəlib buraxılışa düşər. Yox. Yəni ona görə onu heç yazmadım. Mənçənin qısmına girsə. Ya bəli 2 saniyəlik suallar salır. Deməli belə 29, 30, 32, 38 çox qəşəng sualdır. 38, 39, 40. Belə baxanda hamısını verdim. Sadəcə qəbula gedənlər axıra qədər yazsınlar 41-in 41-ində. Sadəcə mən bu dediklərim buraxılış üçündür ki, digərləri hamısını yazsın, özü də izah eləyəcəm. Deməli belə, gəlin başlayaq indi sonuncu bölməyə. Hazırsınız? Başlayaq. Nasıl hazır oldunuz, olmadınız, başlayasıq. 1, 4, 7, 10, 12, 14, 15, 16, qəbul sualı da belə suallar. Siz tez başlayın yazmağa. 31, 32, Nurcan Maman yazı bildi. Bayaq internet yox idi. Amma arada rəqəmlər itirdim mən. 50. Bir də qaytarardınız. Arada bir dənə 31, 32 demişəm, sonra 48 dedim.
48 50. Qalanlarına da indi gələnlər burada baxasıyıq da. Buraxılışa gedənlərə seçmə verəcəm. Qəbula gedənlər hamısını yazacaq. Hamısını. Bir dənə belə buraxmamaq şərti ilə. İndi bir dənə 5 dəqiqə yenə vaxt verirəm. Özünüz baxın, sonra birlikdə baxaq. Deyək. Deməli belə. Bir nömrəli sualda cavab nədir? Deyin gəlsin. D variantı. D bəndi. D bəndi. Hər kəs D tapıbdır. Ne variant? Tamamdır. Böyük ehtimalla ki, çoxluq tapıb. Sadəcə indi tapmayanlar üçün diqqətlə qulaq asın. Nədir məsələ? Sizdən A üstəgəl B bölünsün B-nin qiymətini soruşur. Sizə isə verib baxın bu hissəni. Verdiyi hissəyə fikir verin. Biz burada deməli çarpaz vursaq 8B əmələ gəlir də. B-ni 8-ə vurursan. Deməli 2B-ni soldan sağa keçirtsək 3A bərabər olur. 8B çıx 2B-yə. Bu da bizə 6B-ni verir. 3A bərabər də 6B. Hər tərəfi də 3-ə böləndə A bərabər də 2B. Deməli bizim A-mız 2B dəyərindədir. Gətirib istədiyi yerdə. İstəyir nəyi? A üstəgəl B böl B-ni soruşur da. İstədiyi yerdə A-nın qiymətini yerinə yazıram. Yəni 2B-ni. 2B A-nın qiymətidir. 2B üstə B gələndə eləyir 3B. 3B-ni də B-yə böləndə Ayşən xanım, baxın B-lər ixtisar gedir, 3 qalır cavabda. Və cavab bundan ibarətdir. Başa düşürük də elə deyilmi? Davam edək. Tamamdır. Deməli belə. Yazmadınızsa geri qaytara bilərəm. Ha, utanmayın, çəkinməyin, heç biriniz deyin. Deməli belə. O utanan öz yoxdur, belə baxanda da. Deyin görüm 4-də nədir cavabımız? Deyin, hadi bakalım. D variantı. D bəndi. D bəndi. D. Qəşəng. C. Mən də seçdim. Bəli. Tamam. Gəlin yoxlayaq görək nədir cavab. Deməli burada da çarpaz vurursunuz. X üstəgəl Y bərabərdir 3Y-ə. Y-i soldan sağa keçirdəndə tapırsınız 3Y çıx Y, yəni eləyir 2Y. İndi gətirib yenə də burada yerinə yazacaqsınız. Bizdən istəyir nəyi? 3x-in kvadratı çıxılsın 4y-in kvadratı bölünsün y kvadratı. Uşaqlar, x-in qiyməti 2y-dirsə, x-in kvadratının qiyməti 4y kvadrat olur da, kvadrata qaldırırsınız. Gətirib burada yerinə yazanda 4 üçün 12 eləyir. Yəni 12y-in kvadratı çıxılsın 4y-in kvadratı bölünsün y-in kvadratı. Və biz buradan alırıq 12y kvadratdan 4y kvadrat çıxanda 8y kvadrat. Bunu da y kvadrata böləndə 8 qalır. Tamamilə doğrudur. Davam edək. Getdik. Silirəm bunu. Nuran yazdın da yəqin ki. Bəli. Tamam. Gəlin davam edək. 7-də nə tapmısınız? Qoçaqlar deyin görüm. D variantı. D bəndi. B bəndi. Düz eşitdim. Tamam. Gəlin baxaq. Uşaqlar, yenə çarpaz vurursunuz. Baxın, Aybikə. Yenə çarpaz vurursunuz. Verdiyi hissəni. Çarpaz vuranda tapırsam 5A çıxılsın 3B bərabərdir. 2A çıxılsın 2B-yə. Yəni 2-ni məxrəcə vurursan da burada. Ayşən xanım, 2A-nı soldan sağa keçirdəndə işarəsi dönür, çıxılır. 5A-dan 2A çıxanda 3A qalır. Daha sonra mənfi 2B yerindədir. Bu mənfi 3B'ni də bu üzə keçirdəndə işarəsi dönür 3B olur. Plus 3B. Mənfi 2 üstə 3 gələndə 1 eləyir də 1B bərabərdir 3A-ya. Yəni B'miz 3A dəyərindədir. Yenə gətirib burada yerinə yazacağım. Deməli, yuxarı hissəni silirəm. B-nin qiyməti 3A-ya bərabərdir. Gətirib indi yerinə yazaq B-nin qiyməti 3A-dır deyə. Bu olur 2A-nın kvadratı. Üstə gəl 5A vurulsun. B-nin qiyməti də 3A daxil. Vurulsun 3A, çıxılsın 3A-nın kvadratı. Bölünsün 4A kvadrat. Üstə gəl 3A-nın kvadratı. Yəni harda B gördüksə yerinə 3A yazdıq. Yuxarı eləyir 2A-nın kvadratı. Üstə gəl 15A-nın kvadratı. Çıxılsın 9A-nın kvadratı. Aşağıda edir 4A-nın kvadratı. Üstə gəl 9A-nın kvadratı. Aşağı eləyir 13A-nın kvadratı. Yuxarıda 2A kvadrat üstə 15A kvadrat gələndə eləyir 17A kvadrat.
17a kvadratdan da 9a kvadrat çıxanda qalır 8a kvadrat. A kvadratlar ixtisar gedir. Bəli, cavab 13-də 8-də. Hesabda səhv eləmədik. Siz də belə tapmışdınız da. Bəli. Sileyim bunu. Gedək növbəti suala. Getdik. Deməli belə. Uşaqlar, indi gəlin baxaq buradan 10 nömrəli suala. Deyin gəlsin. Onda nə tapmısınız? Onda nə tapmısınız? Deyin gəlsin. 9'da bir D bende. D. Başqa kim tapıb deyin gəlsin. 9'da bir topuşamam. Deməli, birinci x üstəgəl y-in kvadratını açıram. Olur x kvadrat üstəgəl 2xy üstəgəl y kvadrat. Çıxılsın 4xy misalın davamıdır. Aşağıda da minusun kvadratını açıram. Eləyir x kvadrat çıxılsın 2xy üstəgəl y kvadrat. Sonra misalın davamını yazıram. Üstəgəl 4xy. Uşaqlar, yuxarıda hesab əməli var. Baxın, fikir verin. xy-dən 4xy çıxanda əlbəttə ki, mənfi xy qalır. 2xy qalır, mənfi. Üstəgəl y kvadrat. Aşağıda da mənfi 2xy üstə 4xy gələndə müsbət 2 qalır. Yəni x kvadrat üstəgəl 2xy üstəgəl y kvadrat. Yuxarı x minus y-in kvadratıdır. Aşağı x plus y-in kvadratıdır. Deməli, uşaqlar, indi kvadratların nisbətin kvadratı kimi yazıla bilər də, elə birbaşa bunun kvadratı kimi yaza bilərsiniz. Deməli, bizim x-imiz 666, y-imiz isə 333-dür. 666-dan 333 çıxanda 333 qalır. 666 üstə 333 gələndə 999 qalır. Hər tərəfi 333 ilə ixtisar aparsaz 3-də 1 qalır. Sadəcə bunun kvadratıdır deyə cavab 9-da 1 eləyir. Başa düşdük. Tünzaleciyim düz yazmışdıq da elə deyilmi? Bəli. Ədalət düz idi də elə. Bəli. Tamam. Sildim, getdik. Ayşən xanım köçürtdünüz də yazdınız da elə deyilmi? Bəli. Tamam. Getdik davamına. Uşaqlar, deyin gəlsin. 12-də nədir cavabımız? A. A. Başqa? Kim tapıb desin, deyin. A. Başqa A tapan yoxdur. Tünzalə tapmamısan? Baxmamışam ümumiyyətlə. Yaxşı, onda baxın. Gözləyirəm. Baxın, son suallarınızdır. Hadi bakalım, yaxşı gözləyirəm. Bir 5 dəqiqədə gözləyirəm. Baxılmayan suallara baxın. Sonra cavablandıraq. Sualların eynisi imtahandadır. Yəni, hər şey əlinizin altındadır. Ağlınız olsun, ciddi hazırlaşın. Heç nəyi, yəni göz ardı eləməyin. Hamısı bildiyiniz suallar olacaq. Gələcəkdə siz də imtahandasınız da. Sizə görə deyirəm. Deməli belə, 12-də nədir cavab? Deyin gəlsin. A variantı. A bəndi. Deməli belə. Uşaqlar, gəlin baxaq. Bəli, cavab A bəndidir. Səbəb nədir? Baxın, bu mənfi 14-ü soldan sağa keçirdirəm. Misal, B kvadrat üstəgəl 1 böl B kvadrat bərabərdə 14 olur. Mən bilirəm ki, A kvadrat üstəgəl B kvadratı, törəmə düsturu var, müxtəsərdə bir dənə. A üstəgəl, baxın, yuxarıda qeyd edirəm. A kvadrat üstəgəl B kvadratı yazmaq olar da A minus B-nin kvadratı üstəgəl 2AB şəklində. Ya da əksinə, içərdə toplaması, çöldə çıxması. Bizdə indi içərdə toplama, çöldə çıxma lazımdır. Çünki toplamasını soruşur. Bunu yazdıram, B üstəgəl 1 bölünsün B-nin kvadratı, çıxılsın 2 vurulsun, B vurulsun 1 böl B. Bərabərdir 14-də. B-lər ixtisar gedir, bu mənfi 2-ni soldan sağa keçirdəndə toplanır. Və bizim misalımız B üstəgəl B-də 1-in kvadratı bərabərdə 16 olur. Nəyin kvadratı 16 edər? Əlbəttə ki, müsbət mənfi 4-ün. Sadəcə modulun soruşur deyil, hər iki halda müsbətdir də cavab. Başa düşdük. Sö.
Getdik. Bunu silirəm. Uşaqlar 14-də nədir cavab? Deyin gəlsin. 20. 20. 20. Bəli, düzdür. Səbəb nədir? Sizdən hasilini soruşur. Birinci bunu gəlin alt-alta yazaq. K bölünsün mn bərabərdir 1-ə. M bölünsün kn bərabərdir 4də 1-ə. N bölünsün mk bərabərdir 5də 1-ə. Uşaqlar, sistem tənliyi kimi baxsaq, bunu tərəf-tərəfə vuracağıq. Çünki hasilini soruşur. Yəni, k bölünsün mn-i vururam m bölünsün kn-ə. Bunu da vururam m bölünsün km-ə. Bərabərdir 1 vurulsun, 4də 1 vurulsun, 5də 1. Bu da 20də 1 eləyir də. Aydın məsələdə 4də 1-i 5də 1-ə vuranda. M-lər ixtisar gedir, N-lər ixtisar gedir, K-ların biri ixtisar gedir. Yuxarıda heç nə qalmır. Aşağıda isə M-dən, N-dən, K-dan bir dənə qalır. Çarpaz vursuz, elə görürsünüz sürətləri birdirsə, məxrəcləri də bərabərdir, yəni 20-dir. Buradan MNK hasilini 20 tapdıq. Gedək davamına. Sileyim bunu. Getdik. Bəs 15-də nədir cavab? Deyin gəlsin 15-də. Ne var yazın? 1. 1. Bəli. Ben Tünzələ sən C dedin. 1 dedim 1. Hə, tamam. P-nin kubunu soruşur. P-nin kubu 3 dənə P-nin hasilidir. Sizə də P-ni M bölün, N böl K, K böl M şəklində verib. Üçünü də istifadə edirik. P-nin birinə M böl N deyək, birinə N böl K deyək, birinə də K böl M deyək. Buranda K-lar ixtisar gedir, M-lər ixtisar gedir, N-lər ixtisar gedir, heç nə bir qaldı. Cavabdır. Deməli belə. 17-də nədir? 16-da nədir cavab uşaqlar? Deyin gəlsin. Qəbul sualıdır ha. Düşür imtahana. 2. 2. 2-dir uşaqlar. Ben Gəlin izahına baxaq. Bizdən x üstü 6 üstəgəl 1 böl x üstü 6-nı soruşur. Bizə isə verib x kvadrat üstəgəl 1 böl x kvadratın qiymətini. Uşaqlar, bunu kuba yüksəltsək, əslində almaq olar, ya da belə deyək də, bunu gedək, istədiyindən gedək. X üstü 6 üstəgəl 1 böl x üstü 6. Buna baxıram, x kvadratın kubu üstəgəl 1 böl x kvadratın kubu şəklində. Kublar cəmini açıram, ədalət. A plus b, yəni x kvadrat üstəgəl 1 böl x kvadrat. Vurulsun birincinin kvadratı, x üstü 4 eləyir. Üstəgəl hasilləri, onsuz biri kəsirdədir, biri sadə haldadır. Vuranda 1 eləyəcəkdir, aydın məsələdir. Üstəgəl ikinci, daha doğrusu çıxılsındır burada kublar cəmində. Deməli, üstəgəl ikincinin kvadratı 1 böl x üstü 4 eləyir. Uşaqlar, indi bizə məlumdur da bunun qiyməti. Bunun qiyməti 2-dir, verilib onsuz bizə. Yerinə yazırıq. Olur 2 vurulsun. Bu x üstü 4, üstəgəl x üstü 4də 1 var, ha. Bunu da x kvadrat üstəgəl 1 böl x kvadrat kimi baxsaq, x kvadrat üstəgəl 1 böl x kvadrat kimi baxsaq, kvadratın kvadratı kimi. Deməli, kvadratın kvadratı kimi baxsaq, çıxılsın bir də misalın davamıdır. Bayaq dediyim törəmə düsturu müxtəsərdə. Bunu yazarsınız x kvadrat üstəgəl 1 böl x kvadrat. Bunun kvadratı çıxılsın hasilin 2 misli. Hasilləri 1 eləyir, 2 misli 2. Deməli, bundan da bir dənə 1 çıxırsınız. Misalın davamında var çünki. Uşaqlar, bunun qiyməti 2-dir da. Gətirib yerinə yazsaz, bunun qiyməti 2-dir. 2-nin kvadratı 4. 4-dən 2 çıxanda qalır 2. 2-dən 1 çıxanda 1. Bu boyda həngamə bunu 1 tapmaq üçün idi. Bu 1-dir. Qabaqda da 2 var. 2, 1-in 2. Başa düşə bilirik. Aydındır bizə. Davam eləyək. Baxın, bunlar buraxılış sualı deyil. Ha, qəbul sualıdır, biləsiz. Bunu özdə çox çıxacaq qabağınıza. İndi siz sınaqlara gedəcəksiniz də, OTK güvən bu sualı daim salır. Deməli, Bir də geri qaytarılığını. de qızım, de gəlsin. Heç nə. Şəklini çəkirdim. Hə, çək mütləq. Yani burada
x kvadratı a kimi əvəz etsək, a üstə gələnsin 1 bölünsün a 2 olur. Buradan a-nı 1 tapırıq da, yəni görəndə. Bu formda yazsa olmur. Necə bir də görüm. X kvadratı a kimi əvəz Əslində etsən. düz deyirsən. Amma indi bu bunun üçün ödənir. Bunun indi qabaqda bəzi sualları var. Fikirləşirsən, hə 1-dir da. Cəmi 2 eləyir. 6-cı dərəcədən də yenə eləyəcək 2. Amma o biri suallarda eləmir. Yəqin ki, fərqli qiymətdir. Yəni ona görə diqqətli olmaq lazımdır. Kəsirli bir şey də ola bilərdi o x-ların qiyməti. Bildim. Deməli belə. Bunu silirəm. Gəlin davam edək. Amma yəni düz deyirsən belə baxanda, sadəcə indi yerinə qoyanda bəzi suallarda ödəmir. Deməli, bax, misal üçün 28-29 tipli suallar var. Ha, onları sırf açmaq lazımdır. Neysə, bu iki suala baxaq. Gələndə uşaqlar 2 saat keçərik. Çünki bugün indi 11-lərin səbirsizliklə suallarını tam görmək istəyirəm. Bilirəm, bəziləriniz də onu istəyir, sualları görməyi. Sizi qovum, gedək suallara baxaq. Deməli, deyin görüm, 31-də nədir cavab? Solmaz deyin qızım. 5'te 2 de. Neçə? 5'te 2. 5-də 2. Uşaqlar, gəlin bunu hesablamağın ən asan yolu nədir? Burada ədədi ədədin yanına keçirdək. Kəsiri də kəsirin yanına keçirdək. Yəni, misal olur 5A çıxılsın 5B bərabərdir. B-də 2 çıxılsın A-da 2. Bu B-də 2 çıx A-da 2-də uşaqlar, deməli, nə edərik? Orta məxrəcə gətirərik. Bunu A-ya vurarıq, sürəti də vurarıq. Bunu B-yə vurarıq, sürəti də vurarıq. Buradan 5-i ortaq vuruq kimi mötərizə xaricine çıxartsam, A-B qalır. Bərabərdir. A-B-də, yuxarıda da qalır 2A çıxılsın 2B. 2-ni ortaq vuruq kimi mötərizə xaricine çıxarsan, A-B. Hər tərəfi A-B-yə bölsən, 5 bərabərdir. 2 bölünsün, AB hasilini alırsan. Çarpaz vursan, AB hasili də bərabərdir. 2 bölünsün 5-ə. Hüseyda ilə bunu soruşurdu. Başa düşdük. Jalə, Solmaz, Ədalət, Əli, aydındır hər birinizdə. Bəli. Bəli. Gəlin sonuncu sualımıza da baxaq. Solmaz, başa düşdün qızım? Bəli, mən yazmışdım. Tamam, əla. 32-ni deyin görüm. Deyin gəlsin. 4'də 1. 4'te 1. 4'də 1. Uşaqlar yazıb. Hə, yaxşı. Deməli belə. Birinci, yenə orta məxrəcə gətiririk bunu. Bunu N-ə vururam, sürəti də vururam. Bunu M-ə vururam, sürəti də vururam. Və mənim misalım olur MN-də. 3N üstəgəl 2M bərabərdir 12-yə. Uşaqlar, onda belə çıxır ki, çarpaz vursaz, buradan 3N üstəgəl 2M'in qiymətini 12M'in tapırsınız. Gətirib bu istədiyi var, ha, istədiyi. İstədiyi 3M'in bölünsün 3N üstəgəl 2M deyil. Burada yerinə yaza bilərsiniz. Baxın, tapdığınız bu hissə var, ha. 3N üstəgəl 2M qiyməti hansı ki 12M'indir. Gətirib yerinə yazsaz, yuxarıdakı MN-lə ixtisar gedir. 3-lə ixtisar gedir. 4'də 1 qalır. Yazın həllini dəftərinizə. Gələn dərs indi bunları mən nümunə olsun deyə mənlə izah elətdirirəm, yazdırıram sizə ki, gələn dərs çətinlik çəkməyəsiniz. Bunu silirəm. Ev tapşırığınızı sonuncu bölmədən də qeyd edirəm, amma gələn dəfə 11 illiyi də yazacaqsınız. Hə. Şuralar buradan 1-dən 40-a qədər buraxılışa gedənlər, qəbula gedənlər hamısını yazır. Onlara seçmə sual yoxdur. Qəbula gedənlər hamısı. 40-a qədər buraxılışa gedənlər, əlavə 44. Ay, biz 48 ilə 50-yə baxmadıq, deyəsən. Gələn dərsdə baxarıq bunlara. 48, 50, 53, 58, 59. Bunları yazırsınız. Qəbula gedənləri isə hamısını. Baxın, xüsusilə 65 filan maraqlı və vacib suallardan biridir. Deməli, belə uşaqlar. Bir dənə bu.